balaca kişini qoyublar ki bura gecə vaxtı işıq satsın və piyada keçsinlər, hızla keçənlərə ehtiyatlı olsun. Gəlib çatdıq artıq ki, məşhur bu Parisdəki Eyfelə. Artıq 10 dəqiqəlik yolumuz qalıb. Dayandık parkda biraz havamı dəyişmək də çox yordu məni. Hələ ki, bayaqdan 2 saat, 3 saatdır Fransada, mərkəzdə gəzirəm. Yəni mənim könlümü açan hələ ki bir şey rastlaşmamışam. Hava da onsuz da yağışlıdır. Gedək tam mərkəzə görək orada nə var, nə yox. Fransız xalqı kef edir. Gözlə məni Eyfel, gəlirəm sənin yanına. Gedirik hara? Maşını parkovkaya edik, gedirik Eyfel qülləsinin ətəyinə. Yəni həqiqətən belə baxıram ki, hələ Paris desən Eyfel qülləsinin ibarət imiş, başqa bir yer görməmişəm hələ ki. Gəzirik, vot 1 saat maşını saxlamaq, parkovka 6 euro. 1 saat gəz evraları, o qədər yol gəlmişik, dağlar aşıb gəlmişik buralara. Yorğunçuluqdan paltar dəyişməyə də halım yoxdur, hələ bu bitdə də geyəcəm. Çünki baxıram ki, Eyfelin qabağında cəmaət fotosessiyada eləyirlər, kostyum zatda. Mən də gəlmişəm ki, o sportimi reklam eləməyə, heç bir şey. Gedək gəzək. Parisdə, mərkəzdə Eyfel qülləsinin yanındayıq və bu günləri Fransa, Paris vlogumuz davam edir. Eyfel qülləsinin yanı konkret bazardır. Vasmoyun bazarı rəsmən, Vasmoyun bazarı. Kimin əlində nə var? Satışa çıxardı. Mən Londonda onda gileylənirdim ki, elə bilirəm Afrikadayam. Sözümü geri götürürəm. İndi Parisdəyəm, indi Afrikadayam. Fransaya gəlmək istəyənlər, ilk dəfə gəlmək istəyənlər xüsusən mənə mütləq yazsın, onlara bir iki məsləhətim olacaq. İlk məsləhətim olur ki, gələrkən ehtiyatlı olun. Telefon oğruları, həddindən çoxdur. Eyfelin yanında. Gələndə o qədər yorğun idim ki. Hələ görür. Salam. Necəsən görür? Nə var nə? Azərbaycanlılar bir-birinə baxanda sən sonur Azərbaycanlılar. Necəsən? Nə var nə? Yaxşı. Sizə qürur verici və çox gözəl bir şey göstərəcəm. Gözəlliyi göstərəcəm. Yox, bunu demirəm. Gözəlliyini sizə göstərəcəm. Baxın. Gözəlliyi budur, baxın gözəlliyi. Bax, gözəlliyi budur. Arxamda dalğalanan Azərbaycan bayrağı. Həmişə dalğalansın, zirvələrdə olsun inşallah. Mərkəzdə birbaşa Eyfelinə üzbəyiz. Məncə bunun başını buraxaq. Gözəlliyi buradadır. Yəni, hara girsən, arxada səni izləyən bir mənzərə var. Yəni, wow bir dənə budur. Yəni, ona da wow demək olarsa, başqa heç. Eyfelə qalxmaq. Səhv etmirəmsə növbət çoxdur. 22 evrodan başlayır. Deyəsən böyüklər 22 evrodur. Yoxsa məni bu dəqiqə havaya desələr ora qalxmaram.
Çünki çox yorğunam, həm də ki vaxt yoxdur. Burada heyf mənim əziyyətimdən. Mən o qədər yolu basa-basa durub Londondan bura gəlmişəm, yuxusuz qalmışam. Gecə saat 12-nin yarısı çıxmışam. La Manşla üzə-üzə gəlmişəm, dağlar aşmışam. Gəldiyim, gördüyüm görüntü budur. Bir dəqiqə düşürəm, məni alladacaqlar. İstəyirəm çıxım, qaçım buralarda. Vallahi billahi mən belə şey görməmişəm. Yəni belə şey görməmişəm. Bu həmin Eyfelin qarşısıdır. Bir sözlə. Baxın, satıcılara baxın, satıcılara. Təklif edirəm ki, burada yaşayanlar gəlsinlər, görsünlər Londonu, Londonun mərkəzin və sonra desinlər ki, hara gözəldir. O hissləri, wow hissləri yaşaya bilmədim.